Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə qanın tərkibi, qan qruplarının izahına baxacağıq. Kiçik bir hissəsinə bugün baxacağıq. Əsas hissəsi olan ikinci hissəyə isə növbəti videoda baxacağıq. Başlayırıq. Birinci, eritrositlər əmələ gəlir. Biz bilirik ki, qanın formalı elementləri eritrositlər, leykositlər və trombositlərdir. Eritrositlər yaranır qırmızı sümüklüyündə, parçalanır qaraciyər və dalaqda. Leykositlər qırmızı sümük iliyi və limfa düyünlərində yaranır və parçalanır dalaqda. Trombositlər isə eritrosit kimi qırmızı sümük iliyində yaranır, qaraciyər və dalaqda parçalanır. Bizdə eritrositlər əmələ gəlir soruşur. Eritrositlər yaranır qırmızı sümük iliyində. Doğru cavab C variantı. İkinci, insanda trombositlər və yaxud da qan lümfəcikləri yaranır. Bu da həmçinin eritrosit kimi qırmızı sümüklüyündə yaranır. Eritrositlərin parçalanması isə dedik ki, qaraciyər və dalaqda gedir. Yəni 1 və 3-də. 4. Leykositlərin yaranması əsasən baş verir. Baxın, hər 3 formalı element qırmızı sümüklüyündə yaranır. Əlavə olaraq leykosit həmçinin də limfa düyünlərində yarana bilər. Deməli, leykosit həm qırmızı sümüklüyündə, həm limfa düyünlərində yaranmış olacaq. Doğru cavab B variantı. 5. Qanın hansı formalı elementləri və ya onların tərkib hissələri qazlar mübadiləsində iştirak edir? Yəni, oksigen və karbonun mübadiləsində iştirak edir. Biz bilirik ki, bunu yerinə yetirən eritrositlər və onun tərkibindəki hemoqlobindir. Hansı ki, bu hüceyrələrə oksigeni daşıyır, hüceyrələrdən isə karbon qazını daşımış olur. Yəni, qazlar mübadiləsində iştirak edir. 1 və 4. 6. Variantların hansında yalançı ayaqlara malik? Zaten biz bilirik ki, yalançı ayaqlara malik olan leykositlərdir. Tələsdim biraz deyəsən. Variantların hansında yalançı ayaqlara malik olan qan hüceyrələrinin quruluşu, əmələ gəldiyi yeri və funksiyası daha düzgün göstərilir. Aha, dedik ki, yalançı ayaqlara malik olan leykositdir. Gəlin indi baxaq. Quruluşu necədir? Leykositlərimiz rəngsizdir. Nüvəyə malikdir. Əmələ gəldiyi yer bayaq dedik ki, qırmızı sümük iliyi və limfa düyünləridir. Funksiyası isə fagositoz prosesini həyata keçirməkdir. Fagositoz biz bilirik ki, ümumiyyətlə fagositoz var, pinositoz var. Pinositoz 4 aləmin 4-ündə də rast gəlinirdi. Pino içirəm demək idi. Maye hissəciklərin qəbulu idi. Amma fagositoz bərk hissəciklərin qəbul prosesidir və bu sırf heyvan hüceyrələri üçün xarakterikdir. Bu da qlikokaleksin dinamik xüsusiyyəti ilə əlaqədardır. Burada leykozitlərimiz fagositoz prosesini necə yerinə yetirir? İlyich Meçnikov bu prosesi kəşf edib. Bizim orqanizmimizə yad cisim düşəndə leykozitlərimiz gedir, yalançı ayaqlarla onu əhatə edir və udur və bir növ bizi yad cisimlərdən qorumuş olur. Deməli, fikirlərimizi ümumiləşdirək. Mən biraz çox dağıtdım fikirləri. Rəngsizdir. Deməli, C variantı getdi. Nüvəsi var idi. Hələ ki qalırıq. Qırmızı sümüklüyündə yaranır. A variantı gedir. D variantı da gedir. Yeni indi görmürəm. B olmasa Y-yə baxarıq. Deməli, rəngsizdir, nüvəsi var. Qırmızı sümüklüyündə və limfa düyünlərində yaranır. Yad cisimçikləri tutub həzm edir. Elə doğru variant B variantıdır. Deməli, leykositlər haqqında fikirlərimizi ümumiləşdirsək, leykositlərimiz ağ qan hüceyrələrimiz idi. Fagositoz prosesini həyata keçirirdi. Nüvəyə malik idilər. Rəngsiz idilər. Daha sonra 1 kub millimetr qanda sayca ən az olan formalı elementimizdir. 4-10 mindir sayı. Bu qədər. Keçək növbəti tapşırığa. Fəal hərəkət etmək qabiliyyətinə malik olan, az öncə də qeyd etdik ki, fəal hərəkət etmək qabiliyyətinə malik olan leykositlərdir. Çünki onlar yalançı ayaqlara malikdirlər. Hemoqlobin nədir? Hemoqlobin dördüncülü quruluşlu zülaldır. 4 dənə
globuladan ibarətdir hemoqlobin və hem hissəciyindən, yəni dəmir hissəciyindən. Bu məlumatları mütləq bilməlisiniz. Deməli, hemoqlobin nə oldu? Zülal. Bu zülala harda rast gəlinir? Eritrositlərimizin tərkibində, hansı ki, qazlar mübadiləsində iştirak edir. 9. Yaşlı insanda yeni leykozitlərin yaranması adətən gedə bilməz. Leykozitlərin yaranması dedik qırmızı sümüklük və limfa düyünlərində yaranır. Bizdən gedə bilməz deyir. Ona görə də biz 1 və 4-ü seçirik. Çünki limfa və qırmızı sümüklüyündə yarandı. Doğru cavab A variantı. Baxın, özümün də ən çox abituriyent vaxtı səhv etdiyim, istər MİQ, abituriyent, nə bilim, bu tipli imtahanlarda səhv etdiyim əsas nüans nədir? Bunu niyə deyirəm? Çünki artıq sizin blok imtahanınıza çox az qalıb və maksimum diqqətli olmalısınız. Bəzən məlumatı bilirik. Baxın, burada məsələn biz bilirik ki, leykosit harda yaranır? Limfa düyünü və qırmızı sümüklüyündə və iki cavab da burada var. Və həmçinin B variantında fikir verirsiniz, təhlükəli variantdır. 2-3 cavab var. Və mən sona qədər mənim kimi tələsən abiturientsinizsə, yəni bir vaxtlar tələsən birisinizsə siz baxmırsınız ki, burada bilər soruşur, bilməz soruşur və avtomatik 2-3-ü götürüb yazırsınız. Ona görə şərti oxuduqca mütləq bir altından bir qələmlə sizdən nə istəyir, onun altından bir xətt çəkin. Bu variant həqiqətən də sizə çox kömək olacaq. Əks halda doğru bildiyiniz nüansı səhv yaza bilərsiniz. Və inandırım sizi ki, imtahanda insanı bilmədikləri yox, bilib yanlış yazdıqları daha çox incidir. İnşallah ki, sizin qarşınıza bu çıxmaz. Keçək 10-cu suala. 4 qan qrupunun köçürülməsinin mümkünlüyünün düzgün olan sxemi müəyyən edin. Burada bir dənə diqqətli olun ki, bu tapşırıqda fikir verirsinizsə, öyrəşdiyimiz sxem verilməyib də. Yəni biz öyrəşmişik ki, burada 1 olsun, burada 2, 3, burada 4 olsun, amma biraz fərqli verilib. Ona mütləq diqqət yetirin. Başlarında özünə qayıdan ox o deməkdir ki, bu qan qrupları özlərinə qan verə bilərlər. Biz də bilirik ki, doğru varianta baxsaq, biz bilirik ki, birinci qan qrupu bütün qan qruplarının hamısına qan verə bilər. 2-yə də verər, 3-ə də qan verə bilər və 4-ə də qan verə bilər. İkinci qan qrupu 4-ə də verir, 3 də 4-ə də verir. 2 və 3 bir-birinə qan verə bilməz və onlar 1-ə qan verə bilməzlər. Və aydın məsələdir ki, bütün qan qrupları özlərinə qan verə bilirlər. Dördüncü qan qrupu isə deyəndə xətirlərinə dəyir bəzilərinin, amma xəsis qan qrupudur. Heç birinə qan verə bilmir. Təbii ki, özündən asılı olmadan. Aha. İndi baxaq görək. Bizim dediyimiz şərtləri hansı variant ödəyir? Birinci variantda şərti pozan, baxın, elə bu ox şərti pozur. Üçüncü qan qrupu 2-yə qan verə bilməz. 1 getdi. İkinciyə baxıram. 1 hamısına qan verir. 3 4-ə, 2 də 4-ə. Bu düzdür. Və hamısı da təbii ki, özünə qan verə bilir. Bunu da bu işarədən görürük. Üçüncüdə şərtimizi pozan bu oxumuzdur. Yəni, ola bilər başqa oxlar da olsun, amma gözümə birinci hansı gəlir, onu izah eləməyə çalışıram ki, sizə eliminasiya ilə çıxaq variantı. 2 3-ə verə bilməz, ona görə getdi. Dördüncü qan qrupu heç kəsə qan vermir. Bu da getdi. Burada vəbşə absurdluğun yekəliyini vurublar. Yəni 2 3-ə, 3 də 2-yə qan verə bilməz. 5 də getdi. Deməli, düzgün olan sxem sadəcə ikinci sxemdir. Bəzən olur, xüsusilə də il-ildən sanki abituriyentlərimiz biraz detallı analiz qabiliyyətini itirirlər. Bəzən olur ki, abituriyent bütün bu məlumatları bilir, amma sxemləri görür, qorxur. 5-dən burada sxem gördü, böyük bir həngamə gördü. Elə deyil. Qorxmaq lazım deyil. Bildiyiniz məlumatları tətbiq etməlisiniz. 11. Sağlam insanda qan plazmasının tərkibində hansı olmaz? Fikir verirsinizsə, su zaten ayrı bir nüansdır. Plazmanın zaten 90% sudan ibarətdir. Bu birlərə baxsaq, amin turşular, mineral duzlar, glikoza daha sadə birləşmələrdir. Amma nişastaya baxırıq, mürəkkəb bir karbohidratdır. Bu normal halda niyə sağlam insanda olsun ki?
Bu normalda bağırsaqda karbohidrat parçalanmağa məruz qalmalıdır və qlikoza şəklində qana ötürülməlidir. Deməli, həzm prosesi pozulub, sağlamlıqdan kənar nüanslar baş verib ki, bu qan plazmasının tərkibində olub. Deməli, Y variantı olmaz. 12. Ümumiyyətlə 2025 test toplusu sanki biraz daha fərqli tipli testlərin olduğu bir topludur. 12. Eyler-Venn diaqramına əsasən insan orqanizmi üçün uyğunluğu müəyyən edin. Eritrosit, leykosit. Ə, Buna baxaq və bu tapşırıqla bağlı bir nüansı diqqətinizə çatdıracağam. Yetkin formalarında nüvə olmur. Olmur. Deməli nədir? Eritrosit. Toxumalara oksigen daşıyır, eritrosit. Bəziləri hərəkət orqanoidinə, yəni yalançı ağlara malikdir, leykosit. Qırmızı sümük iliyində yaranır. Hər ikisi qırmızı sümüyündə yarana bilər. Yetkin formaları xromosomlara malikdir, yəni nüvəyə malikdir. Xromosomlara malikdirsə deməli nüvəsi də var. Söhbət nədən gedir? Leykositdən. Qanın formalı elementidir. Hər ikisi qanın formalı elementidir. Doğru cavab 1, 2, 4, 6, 3, 5. Bu insaflı səviyyədə verilən bir test tapşırığıdır. 1, 2, 3 ardıcıl yazılıb. Öz abituriyentlərimin də ki, mən də olsam bəlkə mən də səhv eləyərdim. Səhv etdiyi bir məqam nədir? Bəzən bəzi testlərdə bura 1 yazır, bura 3 yazır, bura 2 yazır. Və orada artıq siz aşağıda cavablarda 1, 2, 3, 5, 4, 6 götürməsəz, bu boyda əziyyətli sədər gedir. Mütləq bu nüansa diqqət yetirin. Adətən çox da həmişə belə detallı demirdim bu məqamları. Hal-hazırda imtahana çox az qalıb deyə istəyirəm ki, maksimum hər şeyə diqqət yetirəsiniz. 13. Məktəbli uşaqların qan analizi nəticələri mövcuddur. Cədvələ əsasən anemiya ola biləcək uşağı müəyyən edin. Anemiya qan azlığıdır, eritrositlərin və yaxud da onun tərkibindəki hemoqlobinin azlığı nəticəsində olur. Eritrositin normal sayı, bu isə hemoqlobinin normal sayı. İndi anemiya ola biləcək uşağı müəyyən edin. Gəlin baxaq. Laləyə baxsaq, 5.2, bəli, bu aralıqdadır. Hemoqlobini də bu aralıqdadır. Deməli, lalə anemiya deyil. Amalın eritrosit göstəricisi, bəli, aralıq şərtini ödəyir. Hemoqlobin səviyyəsi də ödəyir. Səhnəyə qayıdarıq. Ləman və Nuraya da diqqət yetirsəniz, hər ikisi normal aralıq şərtlərini ödəyir. Amma səhnəyə baxaq. Eritrosit 4,3-dən başlamalıdır. Amma 2,5-dir. Deməli, aşağıda olduqca. Hemoqlobin 11-dən başlamalıdır. 8,1-dir. Deməli, bu da aşağıdır. Hər ikisi aşağıdır. Deməli, anemiya göstəricisidir. 14. 2 kub millimetr qanda minimum neçə formalı element var? Gəlin formalı elementlərimizin minimum sayını qeyd edək. Bizdə var eritrosit, leykosit, trombosit. Eritrosit minimum 4 milyondur. Yəni 4 vurulsun 10 üstü 6. Leykosit 4-10 mindir. Yəni 4 vurulsun 10 üstü 3. Trombosit isə 150-400 mindir. Deməli, 150 vurulsun 10 üstü 3. İndi biz bunları bir toplayaq. Görək nə qədər eləyir. Deməli, 4 milyon. Sonra 4000 leykosit və 150 dəqiqə. 150.000 trombosit. Bunları topladıqdan sonra bunlar bizdə 1 kub millimetr qanda olan göstəricidir. Bizdə ama 2 kub millimetr qandadır. Bunları bir topladıqdan sonra bir də 2-yə vururuq.
2'yə vurduqda toplayanda görəcəyik ki, alınır 4 milyon 154 min. 2'yə də vurduqda 8 milyon 308 min cavabını almış olacaqsınız. Mütləq diqqət yetirirsiniz. Minimum soruşur, yoxsa maksimum soruşur. 15. Diaqramda qanın formalı elementlərinin 1 kub millimetr qanda miqdarları əks olunub. Buna əsasən doğru bəndi müəyyən edin. Görürsünüz ki, ən çox olan X-dir. Biz də bilirik ki, 1 kub millimetr qanda ən çox olan eritrositdir, 4-5 milyon. Sonra trombositdir, 150-400 min. Ən az isə leykositdir, 4-10 min. İndi bildik ki, X eritrosit, Y trombosit, Z leykosit. Doğru bəndi müəyyən edin. Z-in bəzi növləri yalançı ayaqlara malikdir. Bəli, leykositin bəzi növləri yalançı ayaqlara malikdir. Bu doğru. Y rəngsiz və nüvəlidir. Trombositlər nüvəsizdir, səhvdir. X döş boşluğundakı orqanlarda parçalanır. Eritrosit dalaq və qaraciyərdə parçalanır. Bunlar da qarın boşluğu orqanıdır. X-in yetkin forması nüvəlidir, eritrositin yetkin forması nüvəsizdir. Z qazlar mübadiləsində iştirak edir. Qazlar mübadiləsində eritrosit iştirak edir. Deməli, doğru variant A variantı idi. Biraz səsim halsız ola bilər. Sizi demotivasiya etməyim. Amma yenə də çalışdım ki, sizin üçün nəsə eləyə bilim. 16. İnsanın qan dövranını əks etdirən sxemə əsasən hansı rəqəmlərlə göstərilmiş damarlarda arterial, hansılarında isə venoz qan axdığını ardıcıllıqla müəyyən edin. Gəlin belə eləyək. Mən müəyyən qədər də olmayan rəsm qabiliyyətimdən sizə nəsə eləməyə çalışacağım. Bu ürəyin sol hissəsidir. Solda olur hansı? Solda olur arterial qan. İşarələyək belə arterial. Və digər sağ tərəfdə isə təbii ki olur venoz qan. Tamam, birinci arterialdan başlayaq. Aydın məsələdir ki, sol mədəcikdən çıxacaq nə? Arterial qan. Deməli, üçüncü damarda olacaq arterial. Və sol qulaqcığa gəlib tökülən ağciyər venaları yenə arterial olacaq. Deməli, ikincidə də arterial olacaq. İndi baxaq sağ tərəfə. Sağ mədəcikdən çıxan ağciyər kötüyündə olacaq venoz. Və aşağı və yuxarı boş venalardan da sağ qulaqcığa gələcək venoz. Deməli, 2 və 3-də arterial, 1 və 4-də isə venoz olacaq ardıcıl şəkildə. Doğru cavab Y variantı. 17. Bəzi şəxslərə aid xüsusiyyətlər verilmişdir. Bir dəqiqə, neynədim? Əla, nəsə elədik? B, RH müsbət qan qrupuna malik səbinəyə yuxarıdakı şəxslərdən kim qan verə bilər? Hər nə hansı diqqət yetirməliyik. Gəlin baxaq. Ümumiyyətlə kim qan verə bilər? Heç B, RH müsbəti qoyaq qırağa. Kim qan verə bilər? Yaşı 18-dən yuxarı, sağlam insan, çəkisi 50 kiloqramdan yuxarı olan insanlar ildə 4 dəfə qan verə bilərlər. Gəlin birinci bunları baxaq görək, bu şərtləri kim ödür? Salihin yaşı 16-dır, şərti ödəmədi. 18-i keçmədi. Əsmərin yaşı 15-dir, şərti ödəmədi. Nazlının yaşı 34-dür, şərti ödəyir, amma çəkisi 49-dur, 50-ni keçmədi. Nazlı da şərti ödəmədi. Əslində, bu sualı tərtib edən şəxsə bir abituriyentlər təşəkkür eləməlidir ki, bu cür asanlıq səviyyəsində bir sual qoyub. Yəni, okey, müəyyən bir şərtləri, bax ki, Salihlə Əsməri müəyyən dərəcədə dəyişə bilər.
Düzdür, deyəcəksiniz ki, burada mənfi söhbət də var. Amma Əsmər buradan ələndi də. Heç olmasa burada ələnməyib, burada dəyişə bilərdilər. Nəysə, davam edək. Yaxşı ki, mən sual yazmıram. Qalır burada bir dənə Əkbər. Qan verə bilər Əkbər. Yaşı 25-də 18-i ötüb. Çəkisi 50-dən yuxarıdır, 76-dır və digər məsələlər. Bizim xəstəmiz nə idi? Səbinənin müsbət qan qrupu idi. Ona qan verən də müsbət olmalı. Səbinə B idi, yəni üçüncü qan qrupu idi. Ona kim qan verə bilər? Ya 1 verə bilər, ya 3 verə bilər. Deməli, bu da 3 olduğu üçün bu da şərti ödəyir. Hər tərəfli şərtimizi ödəyən Əkbər idi. 18. Şahmar və Mətnin malik olduğu qan qrupları aşağıdakı alimlər tərəfindən kəşf edilib. Doğru mülahizəni müəyyən edin. Şahmarı Karl Landsteiner, mətni isə Jan Janski kəşf edib qan qruplarını. Jan Janski 4-cü qan qrupunu, Karl Landsteiner 1, 2, 3-ü kəşf edib. Hərəsini bir şeyini yazdıq, eyb yox. Deməli, doğru mülahizəni müəyyən edin. Şahmar mətin üçün donor ola bilər. Donor kim idi? Qan verən, resipient isə qan alan. Şahmar mətin üçün donor ola bilər. Bəli, hər 3 qan qrupu mətin 4 olduğu üçün 4-ə qan verə bilir. Doğru cavab bu. Şahmar 4-cü qan qrupuna malik ola bilər. Bircə dəqiqə. Şahmar. Hə, şahmar. Bəli, şahmar 4 ola bilməz. 1, 2, 3 ola bilər. Mən bu dəqiqə su çiçəyəm deyə. Beynim biraz getmiş vəziyyətdədir. Sadəcə o qədər belə karantin müddətindəyəm ki, evdə. Dedim, neyniyim? Heç olmasa dedim ki, YouTube'dan çoxdan deyirlər ki, video çək. Heç olmasa vaxtımı səmərəli istifadə edim. Ona görə arada müəyyən bir nüanslar bir neçə saniyə geç çata bilər mənə. Üzürlü sayın. İkisi də eyni qan qrupuna malik ola bilər. Xeyr, Şahmaz 1, 2, 3-dür. Mətin isə 4-cü qan qrupudur. Bir-birləri üçün donor ola bilərlər. Bir-birləri üçün ola bilməzlər. Çünki Yanskin deyirəm. Mətin 4-cü qan qrupudur. Bu birlər üçün donor ola bilməz. Mətin 1-ci qan qrupuna malik ola bilər. Xeyr, mətin 4-dür. Deməli, doğru cavab A variantıdır. Növbəti suala keçənə qədər onu deyim ki, mən uşaqlıqda su çiçəyi keçirmişəm və qan mövzusunda da qeyd olunur ki, su çiçəyini keçirdən bir də keçirtmir. Mənim immunitetim o qədər kəskin düşüb ki, aşağı. Həkim deyir ki, 1000-də bir insanlardan biri sən olmusan. Kaş ki, 1000-də bir insan başqa bir, yaxşı bir məqamda olardıq. 19. Yaşları və qan qrupları verilmiş insanlar arasında hansı rəqəmlə işarələnmiş qan köçürmələri mümkündür? Gəlin baxaq ilk öncə ən asan səviyyədən. Yaş səviyyəsindən. Bu 14 yaşlı şəxs heç kəsə qan verə bilməz. 6 səhvdir. 6 səhv deyə A və D getdi. Həmişə eliminasiyadan istifadə edin. Bu sizi qurtara bilər. Çünki bəzən testi tərtib edəndə sadəcə belə deyək də testin quruluşuna tam diqqət yetirmirlər. Elə olur ki, 4 variant birdən gedir və sənə zaten bir dənə variant qalır. Bir dənə məlumatla sən testi qurtara bilirsən. Ona görə mütləq çıxma metodundan istifadə edin. Deməli, 6 getdisə 3 dənə variantım qaldı. İndi baxım digər variantlara. 1, 3, 4 olmasına. Bax, mən bilirəm ki, gəlin baxaq nəyə? Baxın, bura baxaq. Mən bilirəm ki, 3-cü qan qrupu 2-yə qan verə bilməz. Heç müsbət olsa da verə bilməzdi. Hətta mənfidir, vəbşə verə bilməz. Deməli, bu 4 də səhvdir. Bu 4 zaten burada yoxdur. Okey, davam eləyək. Onu bir-bir dəyərləndirək. Birinciyə baxaq. Hə,
Birinci verə bilməz, çünki bir müsbətdir, amma bu biri mənfidir. Okey, birinci qan qrupu ikiyə qan verə bilir, amma mənfi olduğu üçün burada verə bilmir. Ona görə bu da getdi. İndi davam edirik növbətisinə. Aha, baxırıq bura. İkinci dəyərləndirmə. Birinci qan qrupudur, 4-ə qan verə bilir. Bu oldu. 3-ə baxıram. 3-dür, 4-ə qan verir. Oldu. Burada hamısı müsbətdir deyə daha digər nüanslara diqqət yetirmirəm. Bir də 5-ə baxaq. 1-dir, 3-ə qan verə bilir. Bu da oldu. Deməli, doğru variant B variantıdır. Ümumiləşdirsək fikirlərimizi nəyə diqqət yetiririk? Deməli, müsbət qan qrupu yoxsa mənfi qan qrupu olmağı, hansı qan qrupu hansına verir, yaşına, çəkisinə diqqət yetiririk. Sağlam, xəstə olmağına diqqət yetiririk. 20-ci. İnsanın qanında qazlar mübadiləsində, qazların daşınmasında iştirak edirlər. Yetkin, təbii ki, qazlar daşınmasında eritrositlər və bir də hemoqlobin iştirak edirdi. Yetkin halda nüvəsi olmayan qan hüceyrələri, söhbət eritrositdən gedir. Bunu götürürəm. İmmunitetin əmələ gəlməsində iştirak edən qan hüceyrələri, leykositlərdən söhbət gedir, götürmürəm. Leykosit və qan lövhəcikləri yox. Oksigen karbon qazını daşıyan zülal, yəni hemoqlobin götürürəm. Qan lövhəcikləri isə iştirak etmir. Doğru cavab 1 və 4. 21. Hı -hı. Ee, X qan qrupunda A antigeni yoxdur, B antigeni var. A antigeni niyə yoxdur? Çünki anti-A antiteli var burada. O antigeni mövcud olmağa qoymur. Deməli, bu hansı qan qrupudur? 3. Digərində Y-da A antigeni var, B yoxdur. Çünki anti-B var burada. A antigeni olan qrup 2-dir. Z-də heç bir antigen yoxdur. Deməli, bu birinci qan qrupudur. K-da isə hər iki antigen var, deməli 4-dür. Bunları biləndən sonra hamısını yerinə yazıram. X 3 oldu. Y 2 oldu. Z 1 oldu. K 4 oldu. İndi gəlin baxaq görək, hansı qan köçürmələri mümkündür. Birinci qan qrupundan 2-yə köçürülə bilər. Bu düz. İkinci qan qrupundan 4-ə köçürülmə ola bilər. Bu da düz. İkincidən üçüncüyə qan köçürülə bilməz, səhv. 1-dən 3-ə ola bilər, düz. 4-dən heç kəsə qan köçürülə bilməz, 5-də 6-da səhv. Doğru cavab 1, 2, 4. 22. Yaşlı insanın qanının 55%-ə qədərini plazma təşkil edirsə, plazmanın tərkibindəki suyun miqdarı neçə litrdir? 5 litr qan olarsa. Deməli, 5 litr qan var. Bunun 55%-ni plazma təşkil edir və bir də bunun tərkibindəki, bizdən soruşulub, bunun tərkibindəki suyun miqdarı. Plazmanda 90%-i bilirəm ki, sudur. Deməli, mən həm 5-in 55%-ni, həm də 90%-ni tapmış olacağam. Üzürlü sayın kalkulyatordan istifadə edəcəm. Deməli, tapanda alıram ki, 2 tam 1000-də 475. Doğru cavabımız oldu. Ürək və qan damarlarını bayaq dediyim kimi əlavə dərs olaraq izah edəcəm. Yəni, istəmirəm bölünsün. Onu bundan sonraki videoda izah edəcəm sizə. Heç bu qədər danışmağını belə görürəm ki, onu 2 yerə bölüb danışacağım. Qan xəstəlikləri immunitet.
Qanın pis laxtalanmasına səbəb verilənlərdən hansının çatışmazlığıdır? Laxtalanmanı təmin edir kalsium duzları, trombositlər və K vitamini. Nə çatışmır deməli? Kalsium duzu. Digərlərinin aidiyyatı yoxdur. Epidemiya təhlükəsi gözlənildikdə hansı tip tədbirlərinin tətbiqi daha səmərəlidir? Biz xəstəlik gözləyir bir kütləni, bir dünyanı. Ə, təbii ki, nə etmək lazımdır? Həmin xəstəliklə insanların immunitetini tanış etmək lazımdır ki, bədən necə mübarizə etməli olduğunu bilsin. Bunu da nə edərəm? Peyvənd tətbiq edərəm. Peyvəndin tərkibində zəiflədilmiş və ölmüş viruslar var. Siz onu orqanizmə daxil edəndə, orqanizm həmin virusu tanıdığı üçün növbəti dəfə o xəstəliyə yoluxanda onu yüngül keçirdir. Həmişə deyirəm abituriyentlərimə, biri var tanıdığınız bir abituriyentlə yarışa girəsiniz, biri var bilmədiyiniz bir insanla. Bədəndə biri var bildiyi bir xəstəliklə mübarizə aparsın, peyvənd sayəsində, bir də var heç bilmədiyi bir şeylə. Deməli, üçüncü, infeksion xəstəliklərə qarşı insana vurulan peyvəndlərin tərkibi hansı variantda düzgün göstərilir? Peyvənd dedik ki, öldürülmüş və zəiflədilmiş mikroblardır. Xəstəliklərdən hansına qarşı peyvənddən istifadə olunmur? Hansılara, yəni belə deyək də, vərəmdir, qızılcadır, tetanusdur, COVID-19, yəni virus xəstəliyidir. Bunlara peyvənd ola bilər. Amma ateroskleroz ürəyi qidalandıran damarların, arteriya damarlarının yağa bənzər maddələrlə tutulması sayəsindədir. Buna peyvəndin aidiyyatı yoxdur. Peyvənd mikroblarla əlaqəli xəstəliklərə qarşı olur. Edward Jenner təbii çiçək xəstəliyinə qarşı vaksin hazırladığı zaman inəyin süd vəzinin qovucuğundan mayı götürərək 8 yaşlı oğlanın əlinin dərisinin altına etmişdir. Bu prosedur zamanı inək və oğlanın müvafiq olaraq çiçək xəstəliyi baxımından vəziyyəti necə idi? İnək burada xəstə olur, amma oğlan isə sağlam olur. Xəstə inəkdən həmin o mikrobu götürür ki, bu insana vurub onda immunitet yaratsın təbii şəkildə. Bir müddət sonra yüngül şəkildə həmin xəstənin əlamətləri oğlanda müşahidə olunur. Zaten peyvəndin mahiyyəti də buydu. 6. Hansı xəstəliyə insan bir neçə dəfə tutula bilər? Bunu dəyərləndirəndə məni gözünüzün önünə gətirməyin zəhmət olmasa. Deməli, göy öskürəkdir, təbii çiçəkdir. Bu bir dəfədir. Ürəyim qan ağlayır bunu dedikcə. İnək taunu, donuz vəbası isə bunları biz ümumiyyətlə yoluxmuruq. Təbii, daimi bizdə elə bir ki, buna qarşı immunitet olur. Difteriya isə bir neçə dəfə biz buna tutula bilərik. Yəni, belə deyək də, inək taunu ilə donuz vəbasına anadan gəlmə bizim immunitetimiz olur. 7. Zəif venöz qanaxma zamanı hansı tədbir görülməlidir? Gəlin bir qısa deyək ki, testlər bir-bir baxanda asan da olsun. Kapilyarda sadəcə yod sürtürük, sarğı ilə sarıyırıq. Zəif venöz qanaxmada sıxıcı sarğıdan istifadə edirik. Arterial və güclü venöz qanaxmalarda isə turnadan istifadə edirik. Bizdə burada zəif venöz qanaxma deyir. Deməli, biz sıxıcı sarğıdan istifadə etməliyik. D variantı, yaranı və damarın divarını sıxan sarğı qoymaq. Arterial qanaxma zamanı hansı tədbir görüldü? Dedik ki, turnadan istifadə etdik. Yaradan yuxarıya turna qoyaraq. İnsanın daxili qanaxması əsas bədən boşluqları olan döş, qarın, kəllə boşluqlarında ola bilər. Güclü venöz qanaxma zamanı yenə də nədən istifadə etdik? Turnadan istifadə etdik. Ateroskleroz hansı damarların funksiyasının pozulması ilə əlaqədardır? Diqqətli oldusa, az öncə dedim, ürəyi qidalandıran arteriya damarlarının tərkibinin yağa bənzər maddələrlə tutulması nəticəsində qan dövranının pozulmasıdır.
Söhbət arteriyalardan gedir. Bir də var otoskleroz, məşhur Beethovenə kar qoyan xəstəliyə səbəb olan, orta qulaq sümüklərinin böyüməsi nəticəsində olandır. O isə O ilə başlayır, otoskleroz gedir onun adı. Burada diqqətli olun. 12. 12. X mikro Bunu əminəm ki, çox abituriyent heç baxmamış deyəcək ki, çətindir. Amma əslində çətin bir test deyil. X mikroorqanizminin törətdiyi xəstəliyə qarşı immunitet yaratmaq məqsədi ilə fəridə peyvənd, firuza isə fəriddən alınan müalicə zərdab vurulur. Peyvənd nə idi? Öldürülmüş və zəiflədilmiş mikroblar. Müalicə zərdabı nədir? Həmin xəstəliyi keçirən insanın qanından alınan antitellər. Peyvənd və zərdabın tərkibi tamamilə eynidir, səhvdir. Hal-hazırda izah eləyəndə gördünüz ki, eyni deyildir. Peyvənd ölmüş, zəiflədilmiş mikrobdur. Zərdab isə xəstəliyi keçirən insanın alınan antitellərdir. Firuzda fəriddən alınan zərdaba qarşı antitel yaranacaq. Firuzda fəriddən alınan zərdab. Xeyr. Niyə antitel yaransın ki? Firuza onsuz da ötürülən antiteldir də, onu qorumaq üçün. Zərdabda fəridin keçirdiyi X xəstəliyinin zəiflədilmiş törədicisi zərdabda zəiflədilmiş törədici olmur. Zəiflədilmiş törədici peyvənddə olur. Hər ikisi bəli, süni immunitetdir. Həm peyvənd, həm müalicə zərdab süni immunitetə aiddir. Peyvəndin tərkibində zəiflədilmiş X törədicisi var. Bəli, peyvəndin tərkibi zəiflədilmiş və ölmüş X törədicisindən ibarətdir. Doğru cavab 4 və 5. 13. Verilənlərdən hansı bilavasitə qanın rəngsiz hüceyrələrinin yaratdığı müdafiə formasıdır? Söhbət leykositlərdən gedir. Leykositlərin müdafiə forması fagositoz və antitellər vasitəsilədir. İnsanlar HIV ilə, immun çatışmazlığı virusu ilə necə yoluxur? Hava damcı ilə yoluxmur, transmissiv ilə yoluxmur, cinsi əlaqə ilə, anadan övladına və qan vasitəsilə. Transmissiv qan soğuran həşəratlar vasitəsilə yoluxma deməkdir. 15. Leykoz xəstəliyi zamanı. Qırmızı sümük iliyi daha çox ağ qan hüceyrəsi yaradır. Bəli. Sarı sümük iliyi eritrosit ümumiyyətlə yaratmır. Qırmızı sümük iliyi normadan az leykosit yaradır. Xeyr, əksinə leykositi daha çox yaradır. Qanda qırmızı qan hüceyrələrinin miqdarı əksinə azalır. Qanın rəngi bəli dəyişilir. Qanda qırmızı rəngli nüvəsiz hüceyrələrin miqdarı bəli azalır. 1, 5, 6. Xəstəlik evdə sağalması hesab olunsa da hal-hazırda doğru müalicə ilə sağalır. Bir də mən sizə göstərmək istəyirəm ki, leykoz biz bilirik ki, bir dəqiqə, kompüterim dondu. Leykoz haqqında yenə kiçik bir məlumata baxaq. Deməli, biz bilirik ki, leykoz xromosom mutasiyasına aiddir və xromosomların 180 dərəcə çevrilməsi zamanı leykozun müxtəlif formalarına rast gəlinir. Tutaq ki, normalda genlər, məsəl üçün, kitabdan olan nümunəni də göstərəcəm sizə. Tutaq ki, normalda genlər bu formada yığılır. 180 dərəcə çevrilmə nədir? A, B, C, Ç, D, Y genləri ardıcıllıqla düzülüb. 180 dərəcədə fikir verirsiniz, Ç ilə C-nin yeri dəyişildi. Və leykoz da bizdə bu tipli mutasiyanın bir formasıdır. Deməli, qaldı. Bir dənə sualımız qaldı. Xəstəliklər. İnsan ümumiyyətlə tutulmadı, andan gəlmə immuniteti oldu, donuz vəbası və it taununa. Yalnız bir dəfə tutuldu. Qızılca ilə təbii çiçəyə bir neçə dəfə tutula bilər.
elə tez-tez mövsüm olaraq tutduğumuz qrip xəstəliyinə. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Hər hansı bir sualınız varsa, şərh qismində qeyd edə bilərsiniz. Onu da deyim ki, gələn ilə qeydiyyatımız başlayıb. İstər MİQ, istər sertifikasiya, istərsə də abituriyent hazırlığı onlayn şəkildə keçiriləcək və həmçinin də Xırdalan ərazisində də dərslərimiz keçiriləcək. Təşəkkür edirəm dinlədiyiniz üçün.